2 ədəd kartof, 1 ədəd soğanı rəndənin ən xırda gözündən keçirdirəm. Soğanı da rəndənin xırda gözündən keçirdirəm. Üzərinə 2 ədəd yumurta əlavə edib qarışdırıram. Bir stəkan süd. Ərzaqların ölçülərini videonun altında qeyd edəcəm. Altı 7 sap şüyüd doğrayıram. Şüydü də qarışımın üzərinə əlavə edirəm. 1 ədəd də xırda doğranılmış pomidor əlavə edib qarışdırıram. Üzərinə bitki yağı əlavə edirəm. 1 stəkan duz, 1 çay qaşığı qabartma tozu, yarım çay qaşığı da duz əlavə edib bütün ərzaqlar birləşənə qədər qarışdırıram. Hazırdır artıq. Gözlətmədən başlayıram bişirməyə. Tavanı bitki yağı ilə yağlayıb tam isidirəm. İsindikdən sonra xəmirdən əlavə edib hər tərəfini bişirirəm. Hazır olduqdan sonra yanına da sos hazırlayıram. Xamanın üzərinə sarımsaq, şüyüd, duz əlavə edib qarışdırıram. 2 dəqiqəyə hazırlaya biləcəyiniz çox asan dadlı sos alınır. Çox ləzzətli olur. Hazırlayıb siz də yoxlayın.